Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullahi və barakatuh. Allah ibadət itaatlərinizi qəbul eləsin. Yenə də əziz və dəyərli ağamızla sizinlə birlikdəyik və sizin hüzurunuzdayıq və bizim bəhsimiz Təvhiddən idi. Selamun aleykum. Selamun aleykum və rahmetullah. Bismillahirrahmanirrahim. Mən də salamlayıram hamını. Bəli, Təvhiddən inşallah danışacağım. Aleyküm salam. Ağa, biz keçən səfər Əraf surəsinin 172-ci ayə və 173-cü ayə barəsində danışdıq. Və mən hesab edirəm ki, o yarımçıq qaldı bizim mövzumuz. Çünki tam əhatə edə bilmədik. Bəli, deyiləsi bəzi sözlər qaldı, bəli. Bəli. Biz fitri təvhiddən danışırdıq ki, bu təvhid bizim fitrətimizdədir. Yəni, Allah təbarək və Teala bizim daxilimizdə bizim o xəmirimizi yoğurarkən o hissi, o hissləri, o duyğuları, Allah axtarmaq, Allah eşqi, Allaha bağlanmaq, o hissləri hamısını qoyub bizim fitrətimizdə və biz bunu əsaslı şəkildə sübut etməyə çalışırıq və bizim alimlərimiz bu haqda çoxlu bəhslər ayırıblar. Və fitri təvhid bizim təvhid bəhslərin əsas mövzularından biridir. Və Quran-ı Kərimdə də, məsələn, elə həm Rum surəsinin 30-cu ayəsində siz keçən səfər ona toxundunuz, həm də Əraf surəsində 172-ci ayədə Allah təbarək və Teala buyurur ki, hələ Bəni Adəm dünyaya gəlməmiş, onların bütün zürriyələrinin o belindən onları çəkib dartmışıq və onları sanki bir ruh halında, sanki bir zər halında onlara sorğu-sual vermiş ki, mən sizin Rəbbiniz deyiləmmi? Onlar da dedilər ki, bəli, bizim Rəbbimizsən. Və Allah təbarək və Teala burada əsaslandırır nə üçün bunu eləyib. Ən təqulu yevməl qiyaməti inna kunna an hada qafilin. Ki, nə bada siz deyəsiz qiyamətin günündə ki, biz bundan qafil idik. İndi mənim sualım budur ki, əsas suallardan biri təbii ki, budur ki, əgər Allah təbarək və Teala bizdən əhd alıbsa və biz də onun cavabında bəli demişiksə, bu niyə bizim yadımızda deyil və bizim yadımızda olmayan bir şeyi necə bizdən soruşa bilər? Məsələn, bir nəfərin yadından çıxsa, iki nəfərin yadından çıxsa, deyək ki, hədə qüsur onlardadır. Bütün insanların yadından çıxır axı. Yəni, bu bizim yadımızda deyil. Və belə olanda Allah təbarək və Teala necə yadımızda olmayan bir şeyi bizdən soru-sual eləyəcək? Bismillahirrahmanirrahim. Bu suala iki formada cavab vermək olar. Bir cavab budur ki, bunu bir misalla izah eləmək olar. Məsələn, mən sizdən borc almışam. Müəyyən məkanda, müəyyən zamanda sizdən borc almışam. Üzərindən uzun müddət keçib, siz mənə deyirsiniz ki, yadında mən sənə borc verdim filan yerdə, filan gün, ayın filanında. Mən deyirəm ki, borc yadımdadır, mən səndən borc almışam. Amma yer, ay, gün yadımda deyil, vaxt yadımda deyil. İndi bu mənə haqq verirmi mən sizə borcunuzu qaytarmayayım? Düzdür, məkan yadımda deyil, düzdür, zaman yadımda deyil, borçlu yadımdadır. İndi Allah deyir ki, mən sizin Rəbbiniz deyiləm. Yaxşı. Baxaq görə düz soruşuruz, yox, yəni bizim Rəbbimizdir ya yox. Ağlımızı işə salırıq, görürük ki, həqiqi Rəbbimizdir bizim. İndi durub deyə bilərikmi ki, mən yadıma gəlmir, bu söhbət asan olub, ona görə də mən səni qəbul eləmirəm. Görürsən ki, düz deyir. Zamanı unutmuşsan, başa düşdük. Məkanı unutmuşsan, başa düşdük. Amma hadisənin mahiyyətini ki, bilirsən, təsdiq eləməlisən də, yenə də təsdiq eləməlisən. Ki, hətta bəzi hədislərdə var ki, o hadisəyə şahid bir mələk idi. Həmin mələk çevrildi oldu Həcərül Əsvəd.
Kəbədə yerləşən qaradaş. Kimsə irad bildirməsin, mələk necə olur, cəmadatdan bir şey. Onun cavabı aydındır. Musa Aleyhisselamın əjdahası necə əsə olurdu? Aydındır, onlar aydındır, bəli. Və hətta hədislərdə var, həm şiə hədislərində var, həm sünni qardaşlarımızın hədislərində var ki, müstəhəbdir insan həcc ziyarətini yerinə yetirəndə gəlib qaradaşın hazisinə, o bərabərinə, paralelinə çatanda desin ki, əddəytu əmanəti. Ya əmanəti əddəytu. O əmanətimi yerinə yetirdim. Yəni, söz vermişdim sənə, sən mənim Rəbbimsən ya yox. Deyirəm, Rəbbimsən. Həmin mələk ki, qaradaşdır, şahiddir. İndi kimsə deyə bilər ki, bu qaradaşda bu qədər şəhadət nə qədər sığır, o da müasir dövrdə həll olub da. Bir dənə flaşqaya nə qədər məlumat sığır məsələn. Hacı, burada məsələ odur ki, Allah təbarək və təala bunu deyir ki, mən hələ insan dünyaya gəlməmiş onların o İndi orada bəhs var. Yəni ki, bu zaten məsələn bu sualı ümumiyyətlə bu mövzu biz qəbul edirik ki, Allah bizim Rəbbimizdir. Bunu da bu formada ki, yadınızdadır, sizdən orada mən əhd almışam, orada yadınızdadır demir. Məsələn də, yəni ayə yox, bilirəm yadımızda demir. Yəni o mövzunu oradan başlayır ki, yəni oradan mən sizdən əhd almışam ki, qiyamətin günündə də siz deməyəsiniz ki, mən bilmirdim. Bu ayə mütəşabih ayədir bir hissəsi. Yəni üzr istəməyən, Allah zaten desə ki, mən sizin Rəbbiniz deyirəm, biz onu qəbul edirik ki, Rəbbimizdir. Amma Allah təbarək və təala hadisəni qaytarır oraya, sonra da gələcəyə bir gələcəkdə arqument gətirsin deyə. Əleyhimizə höccət gətirsin. Bu ayənin, sualın bir cavabı ki, biz ağlımızı işlədəndə görürük ki, Allah bizim Rəbbimizdir. Niyə Allah bizim Rəbbimizdir? Çünki bizi təmin edən yalnız bizi yaradan ola bilər. Bəli. Niyə? Ona görə ki, yalnız bizi yaradan bilə bilər bizim maddi və mənəvi ehtiyaclarımız nədən ibarətdir? Bəli. İkincisi, yalnız bizi yaradan bizim maddi və mənəvi ehtiyaclarımızı təmin edə bilər. Ne üçün? Çünki bizim maddi və mənəvi ehtiyaclarımız da yaranmalıdır. Bəli. Yaradan da odur. Bəli. Biz görürük ki, hadisə olub, necə olub, nə vaxt olub, hansı məkanda olub, onu xatırlamırıq. Amma bunu xatırlayırıq. Bunu xatırlamasaq da başa düşürük ki, tərəf düz deyir. O bizim Rəbbimizdir, düz deyir. Bəli. İkinci cavab ki, bu suala aid cavabdır. Ondan ibarətdir ki, bizim həyatımız da belədir. İnsan yaşal dolduqca görür ki, 20-30 il bundan qabaq bir söz deyib. Adama deyirlər ki, sən bu sözü filan yerdə demirsən bu çıxışda. Adam deyir, yox, mən deməmişəm. And içir, aman elə ki, deməmişəm. Gətirib göstərirlər, yenə yadına sala bilmir ki, onu nə vaxt deyib, necə deyib. Amma görüşü faktdır da. Demişmişəm. Bu bir nəfərdə adam var ki, harada hansı sözü deyib, nə danışıb, hamısı yadındadır. Uzun illərdən sonra yox. Uzun illərdən sonra yox. Niyə ki? Məsələn, Cavadi Amil ağa deyir ki, günlərin bir günü Əllamə Təbəyə Əl-Mizan təfsiri deyirdi bizə, rəhmətullah aleyh. Deyir, Əllamə bilir kimdir? Onun beyni, onun zehninin tutumu, onun elmi səviyyəsi nə idi? Məlumdur da. Yəni, təfsir tarixini elə bil ki, istiqamətini dəyişən bir alimdir. Bir ayənin təfsirində başladı ayədəki bir kəlmənin izahını verməyə. Lüğət alimləri belə deyir, təfsir alimləri deyir, yarım saat. Axırı bizdən bir nəfər cəsarət tapdı özündə, dedi ki, Hacı ağa, bu ayədə bu kəlmə yoxdur. Baxdı ayə, dedi, Allahu Əkbər, zehnə bax, hardan girib mənim beynimə ki, bu ayədə bu kəlmə var və mən evdə mütaliə eləmişəm saatlarla ki, bu kəlmənin izahını sizə verim. İnsanda olur belə şeylər.
İndi mən bunu niyə görə burada biraz ötəri keçirəm? Çünki əsas cavaba keçəcəm. Bu zahiri cavablar. Hələ bunlar müqəddimə. Hətta bunların heç biri də olmasa, Samir müəllim, Allah Ali İmran surəsində 7-ci ayədə nə deyir? Nəyi bilmiriksə nə deyirik? Deyirik ki, əhlindən soruşun da. Kullun min indillah və rasixunə fil elmdə rasix olanlar bilir. İman gətirdik. Hamısına iman gətirmişik. Bildik, bilmədik, iman gətirmişik. Quran-Kərimdə çox ayələrin bəzi məsələlər var ki, biz anlamırıq. Dabbətül ərz haqqında nə deyəcək biz? Yerdən çıxan canlı. Kimin konkret deməyə nəyisə var? İnna aradnəl əmanətə aləs-səmavati vəl-ərdi vəl-cibal nə deyəcək burada? Allah əmanəti təklif etdi göylərə, yerə, dağlara. Cavabı nədir? Gərək elmdə möhkəm olanlar onların izahı da Dabbətül ərz məsələn Həzrəti Əli. Onların izahı da bəzən bizə görədir. Bəzi hədislərdə var ki, yerdən çıxan canlı başqa bir şeydir. Gəl buradan uzlaşdır, alındır. Dağın ixtiyarı mı var? Allah ona təklif eləsin. Gəl indi onu alındır. Bəzi şeyləri gərək ləhum qulubun la yefqahuna biha babından öyrənək. Yəni onların qəlbi var, başa düşmürlər. Quranın iddiası budur ki, insan bəzi məlumatları qəlbi ilə başa düşür. Hüzuri elmlə yaşamalıdır onu. Onu 2/4 ilə, arqumentlə, beyinlə həll eləmək olmur. Bəzi mövzular var, insanın ağlı dayanır. Görür ki, nəsə var, amma görür ki, gücüm çatmır, tutumum çatmır. İndi o başqa mövzudur. Keçək bu məsələnin əsl mahiyyətinə. Bəli. Ki biz niyə unutmuşuq? Niyə unutmuşuq? Yox, hacı, hələ ora keçmir. Yox, siz ki deyirsiniz, o bəs unutmuşuq, necə bizim əleyhimizə şahiddir. Biz unutmağın səbəbinə çatsaq, bilərək unutmuşuq, unutmuşuqsa niyə unutmuşuq? Ayə qəribə bir doğmalıq yaradır. Rəbbi ilə bəndə arasında. Özə keçən dəfə qeyd elədik ki, demir, ələstu bi ilahikum. Ələstu bi xaliqikum deyir, ələstu bi rəbbikum. Yəni, bəndə Allahın rübubiyyətini tanıyır. Yəni, bəsləyənini tanıyır. Əstəğfirullah, elə bil ki, bala anasını tanıyır. Bəli. Ayədə çox incə, lətif bir nüans var. Allah Teala buyurmur, əleysə ləkum rəbbun. Sizin Rəbbiniz varmı? Ki, biz deyək, bəli var. Deyir, ələstu birəbbikum. Mən sizin Rəbbiniz. Yəni, bəndə Allahı birbaşa tanıyır. Doğmasıdır. Demir, hər hansı bir Rəbbimiz var. Bəli. Və bu da göstərir ki, orada bayaq dediyim o qəlblə anlaşılan bir mövzu olub. Argumentlə anlaşılan olsaydı, deyər ki, bəli, mən belə başa düşürəm ki, Rəbbimiz var. Deyir, mən sənin Rəbbin deyiləm. Bəndə də qalib deyir ki, bəli, sən mənim Rəbbimsən. Yəni, argument deyil, dəlil sübut deyil, birbaşa yaşantıdır. Bəli. Elmi hüzuridir, şuhudidir. Yəni, müşahidi təsadüfü deyil ki, əvvəl deyir ki, və əşhədəhum alə ənfusihim. Onların özlərinə müşahidə elətdirdi. Yəni, o mərifət kanalından, idrak kanalından danışır ki, Allah'a bir vasitə ilə tanıdılar. Bəs biz unutduğumuz halda necə iddia edilir ki, bu var? Biz unutmaq səbəbinə çatsaq, anlayarıq. Hardan başa düşək ki, biz onu olub biz unutmuşuq? Necə başa düşə bilərik? Biz o zaman başa düşə bilərik ki, birincisi Allah Teala yalan danışmır, bunu bilirik. Bəli. İkincisi, bizim dünyamızda, həyatımızda belə hadisələr olur ya olmur, ona baxaq. Bayaq birini sadəsini misal çəkdim. Biraz qəliz, amma daha dəqiqini misal çəkirəm. Buyurun. Buradan çıxırıq, Samir müəllim. Sizinlə mən. İkimiz də acıq. Belə çox acıq. Elə acıq ki, yəni, yer axtarırıq yeməyə. Danışırıq, danışa çıxırıq ki, harada oturaq yeməyə yeyək də, aclıqdan da mədəmiz sirilir, çarə olmalıdır da bir şeydir. Elə fikirləşirik, bəlkə o kafeyə gedək, bəlkə sizə gedək, bəlkə bizə edək, hara edək. Birdən görürük ki, çox pis bir qəza baş verib yolun ortasında. Çox pis qəza baş verib. Neçə nəfər yaralanıb, neçə nəfər ölüb, neçə nəfər parçalanıb.
avtomobillərdən biri yanacaq indi. Cəmaət tökülüşüb. Biri deyir ki, gəl kömək elə bunu qaldıraq, mindirək təcili maşına. Biri deyir ki, bunun qolun buradan yığışdır. Biri deyir ki, bu ölüb, bunu neyniyək. Biri deyir ki, biri qalıb avtomobildə onu çıxardaq. Biz ikimiz də başlayırıq onlarla məşğul olmağa. 1 saat mı keçir, 2 saat mı keçir, 3 saat mı keçir? Aparırıq xəstəxanaya, təhvil veririk, polisə ifadə veririk və s. və ilə axır işimiz bitir. Aha. Xəstəxanadan çıxanda bufetin yanından keçirik. Yeməyin qoxusu gəlir. Yadımıza düşür ki, aha, biz bayaq acından ölürdük. Amma 3 saatdır aclıq yadımıza düşmür. Ola bilər. Çox olur. Bəli. Buyurur, dünyanın ləzzətləri həmin o hadisələrdir. Dünyanın məşğuliyyətləri həmin o hadisələrdir. Bizim o hadisəni xatırlamağımız həmin o aclıqdır. Biz öz aclığımızı, teşnəliyimizi unutmuşuq. Ona görə Əli əleyhissalam buyurur ki, mən ərəfə nəfsəhu fəqəd ərəfə rəbbəh. Özünü tanıyan avtomatik Rəbbini tanıyar. Unutmayaq ki, şeytan çox qalın torlarla tor hörüb ətrafımızda. Dünyanın ləzzətləri bir tərəfdən bizi məst edib. Dünyanın arzuladığımız ləzzətləri ki, sata bilmirik, o bir tərəfdən məst edib. Dünyanın məşğuliyyətləri bir tərəfdən bizim başımızı qatıb. Dünyanın dərdləri, qayğıları, əzabları digər tərəfdən bizi məst edib, ağıl başımızı itirmişik. İblis bir tərəfdən bütün qüvvələri ilə mübarizə aparır ki, biz xatırlamayaq o ilahi əhdi. Xatırlamayaq. Görürsünüz, bir addım istəyirsən, özünü təmizləyəsən, 1000 hoqqa çıxır qabağa. Bəli. Ki, birdən xatırlayar. Və hədisdə var ki, arif ilahi məqamların hansına çatırsa, deyir, mən buranı tanıyıram. Və Furudinin bir maddəsi nədir? Əmr be, məruf. Tanıdığıma əmr eləyir məni. Mənə tanışdır ilahiyyat. İlahi təlimatlar mənə tanışdır, mənim doğmamdır. Mənim fitrətimlə, Quranın fitrəti keçən dəfə dedik, Rum 30'da Allah təala buyurur, eyni kök üstə köklənib. Yəni, eyni fitrət üzərində köklənib. Mən özümü tanısam, görürəm Qur'an-ı Kəriməm, hədisəm, dinəm. Qur'an-ı Kərimi incələsən, olur mənim fitrətim. Bəli. Deməli, oldu bizim fitrətimizdə. Əslində, Bəli. Allah təbarək və teala bu anlayışları, bu təlimləri bizim fitrətimizdə, bizim canımızda, ruhumuzda qoyub və əslində ondan danışır həm də. Bəli. Əgər belə olmasa, müsəlmanların əksəriyyətinin əqidəsi qəbul olunmaz. Çoxlarının argumentləri bizim başa düşdüyümüz elmi kitablarda yazılan argumentlər deyil ki. Öz fitrəti ilə qəbul edib Allahı. İmanı səndən mənim imanımdan da möhkəmdir. Amma fitri dəlil götürüb özü üçün. Fitri bir tanışlıq var Allah Teala. Daxili hisslərdir bunlar. Bəli. Bu da əslində mühümdür insan həyatında. Deməli, bu ayədə ki, Allah təbarək və teala buyurur ki, mən əslində sizdən əhd almışam. Bəli. Bu əhd söhbəti bir çox ayələrdə. Ələm əhəd iləykum ya bəni Adəm, əllə tə'budu şeytan, innəhu ləkum aduvun mubin və ən ya'buduni hada Bəli. Yəni, sizdən əhd almadınmı, ey bəni Adəm, ki, şeytana ibadət eləməyin, o sizin açıq-aşkar düşməninizdir, mənə ibadət eləyin, budur doğru düzgün yol. Deməli, əslində bu əhd anlayışı, həmçinin o ələstü bəla, qalu bəla aləmindədir ki, biz ona gah zər aləmi deyirik, gah ruh aləmi deyirik, gah qalu bəla aləmi deyirik. O məqsəd həm də insanın öz fitrətidir ki, Allah təala bizim canımızda, ruhumuzda onu qoyub. Bəli. Və Allah deyəndə ki, qiyamətdə mən bunu argument kimi gətirərəm ki, axı, mən sənə vermişdim bunu, əhd almışdım və biz onu inkar edə bilməyəcəyik. Başqa, o ki, özümüzü görəcəyik, müşahidə eləyərik ki, bizim əslində əsil vətənimiz hara imiş, bizim doğmamız. Gözəl şeyə toxundunuz. Hubbul vətən minəl iman odur. Vətəni sevmək imandandır. Yəni, mən axirət vətəndaşıyam. Mələkut vətəndaşıyam. Hafiz bir beytində onu misal çəkir, deyir ki, mən mələk idim, Firdevs-i bərində idim, Adəm gətirdi məni bu xarabaya. Yəni, hər şey ona qulluq edir ki, bizim şehrimizdə də olmalıdır, deyir. Ey
bülbülü qudsi, nə giriftarı qəfəssən, sındır qəfəsi taza gül. Yəni, orada taza gülüstan, yeni gülüstan yox ha, o təravətə aiddir. Bülbülü qudsi, Qüds aləminin bülbülü. Bura bizim qəfəsimizdir. Quran nə deyir? Sənurihim ayatina fil afaqi və fi anfusihim. Onların üfüqlərdə və onların canlarında, onların ruhlarında, canlarında, nəfslərində, özlərində biz ayələrimiz göstərir. Yaxşı, mənim özümdəki ayə nə? Həmin ayə nədir? Ayə nişanədir, yol nişanları. İlahi yolun nişanlarına ayələr deyilir. Yəni, mənim canımdan bir yol gedir Allah Taalaya. Ona görə Allah mənim canımı özümə göstərəndə, mənliyimi özümə göstərəndə birbaşa görürəm ki, yolun sonunda Allahdır. Deyirəm, sən mənim Rəbbimsən, mənim bəsləyən sənsən, mənim sahibim sənsən, mənim doğmam sənsən. O hədislər ki, deyir Allah Taala bəndəsinə ata-anadan da daha mehribandır, həmin yerə gəlib çıxır, ondan da daha çox doğmadır. Bizim cəhənnəmimiz Allahın ayrılığıdır. Əli əleyhissalam Kumeyldə ona işarə edir ki, cəhənnəmə dözdüm, sənin ayrılığı necə dözüm? Fikir verin, o hədislər, o ayələr, o dualar kompleks şəkildə bizi nəyə gətirib çıxarır? Biz Allahdanıq, Allahınıq və ona doğru qaydırıq. Ki, hər tərəfdən baxırsan, biz ilahi varlığıq. Təsadüfi deyil ki, böyük alimlərdən biri buyurur ki, bu ki, deyilir məntiqdə insan danışan və düşünən canlıdır. Əl-insanı heyvanun natiq. Heyvan burada canlı, diri. Düşünən və danışan canlıdır. Deyir, bu səhv tərifdir. Bu səhv tərifdir. İnsan hayyun mütəəllihdir. İlahi bir canlıdır. Düşünən canlı deyil, ilahi bir canlıdır. Yəni biz bura gətirib çıxarsaq bu ayələrin mənası, müşkillər həll olur. O Cəvaləddin Rumi Məsnəvi necə başlayır? 5 nəv əz ney? Çun hekayət mi کنند vəz codaiha şikayət mi کنند çun mərə əz neystan bobridi ənd əz nəfirəm mərdözən nalidi ənd. Gör, neydən eşit, qamış ney. Gör, nələri hekayət eləyir. Ayrılıqlardan şikayət eləyir. Kim kimdən ayrılıb? Vətəndən, biz hamımız qəribik burada. Mənədir, qamışlıqdandır kəsiblər. O ki, genişdir, sinələr axtarır ki, bir üfürsün, nalə etsin. Hərə öz naləsini burada fəryad etsin ki, məni Neystandan ayrıblar, yəni qamışlıqdan ayrıblar, mən oraya qayıtmaq istəyirəm. Və siz fikir verin. Axırda gətirir, deyir ki, kimdir, əslindəndir, ayrılıbsa, mütləq qayıdacaq. Fikir verin, dünya musiqi sənətinə baxın. Elə bir xalq tapa bilməzsiniz ki, o ney səsi ilə beyni uçub getməsin haralarasa. İstər rap musiqisinin nümayəndəsi olsun, pop musiqisinin, caz musiqisinin, muğamın, vokalın, fərqi folkloru nə olur olsun. O neyin ki sədası gəlir? Baxın, bütün dünya filmlərində, dünya musiqi, görürsünüz, mənzərə musiqisi və s. O neyin səsi? İnsanın daxilinin səsidir. İnsanın fitrətinin səsinə gedib çıxır sanki. Özəyinə qayıdır. Aparır insanı. Orada insan oynamaq istəmir. Heç görmürsünüz ney sədası altında kimsə oynasın? Yox. Orada artıq insan düşünməyə başlayır. Mövləvi də ona işarə edir. Bəli, çox gözəl. Deməli, bu bizim fitrətimizə işarədir ki, bizim ruhumuz Allaha məxsusdur. Bizim ruhumuz Allahdandır. Əslində, Quran-ı Kərimin insana verdiyi ən böyük dəyər odur ki, buyurur, وَنَفَّقْتُ فِيهِ مِنْ رُوحِ Öz ruhumdan insana özəl ruh, yəni xüsusi yaratdığım ruhdur. Yəni, mən insanı daş kimi, dağ kimi, nə bilim, su kimi, hətta mələk kimi, heyvan kimi, ağac kimi yaratmamışam. Bu başqa bir varlıqdır. Necə ki, Quran-ı Kərimdə o nütfə ayəsində deyir ki, ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا آخَرٍ Bu prosesləri keçəndən sonra uşağın bətnində mən onu digər bir varlıq olaraq yaratdım. Özdə ənşəna, nəşəsini dəyişdim, aləmini dəyişdim. Başqa bir varlıq elədim. Özdə demir nədir? Xəlqəna, başqa bir aləmdir də bu. Yəni, bu oldu başqa bir aləm. Əslində, bizim digər canlılarla, cansız əşyalarla, canlılarla
müştərək cəhətimiz budur ki, bəli, bizdə nəbati ruh da var. Bəli, Bizdə heyvani ruh da var. ruh da var, nəbati ruh da var. Görsən, insan ana bətnində yavaş-yavaş inkişafa başlayır. Hələ ruh daxil olmayıb. Ruh 4 aylığında daxil olur da. Bizim dinimiz bunu belə qərara alıb ki, 4 aylığında. Və orada inkişaf prosesi gedir. Elə tibbi baxımdan da 3-4 aylığında uşaq kamilləşir də. Yəni o vaxtda da uşağın cinsiyyətini falan da bilmirlər ki, hələ kamilləşmir, bilinmir. Deməli, bu proseslər gedir. Bizdə o canlı, nəbati, heyvani ruhlar var. Amma gəlir o mərhələyə çatırıq ki, həmən o insani ruh oldu başqa üfürülür bizə. İlahi ruh. İlahi ruh üfürülür bizə və Allah onu nəzərdə tutur. Və çox maraqlı Qurani Kərim yanaşmasında çox maraqlı nüans budur ki, əslində mələklərə ki, əmr olunub siz Adəmə səcdə edin. Məhz buna görə. Məhz buna görə, nəinki elminə görə. Ora qədər, o vaxta qədər elə ehtiyac yoxdur. Mələklər də o vaxta qədəri görürdülər. Deyirlər, mən bunu nəyinə səz deyirəm. Bəli, bəli. Çünki Sad surəsindədir, səhv eləmirəmsə, bu ki, elə ki, onu hazırladım. Fələmə səvvəytuhu və nəfəxtu fihi min ruhi fəqa'u ləhu sacidin. Elə ki, onu düzəltdim, heykəlini, qamətini düzəltdim və ruhumu ona üfürdü, ona səcdə edin. Ruhumu ki, ona üfürdüm, səcdə edin. Deməli, bu səcdə məqamına layiq görülmək o ruha görədir, ilahi ruha görədir. Nəinki elmə görə. Çünki Bəqərə 30-da və 30-dan sonraki ayələrdə adam elə bilir ki, o məqam Adəm verilib elminə görə. Amma o elminə görə deyil. Elm sadəcə Qurani Kərim orada xronologiya ilə hadisələri nəqlləmir. Sadəcə olaraq bir hadisəyə işarə edir. Mən bilmirəm, indi siz yəqin araşdırmışsınız onu. Deyə bilmərəm ki, məhz elminə görə deyil, odur, onu konkret deyə bilmərəm. Məkarim Şirazi ağanın nümunə təfsirində əsasən. Biz niyə görə narahatam mən bu mövzuda? Çünki Adəm əleyhissalam təyini deyil də. Bütün insanlardır söhbət. Bəli. O nöqtədən baxanda sizin dediyiniz əsas olur ki, yəni bütün insanların ki, hamısı Adəm əleyhissalam kimi əlləməl Adəm əsma kullaha deyildi. Bütün adlar öyrənməmiş bütün insanlara. Burada sizin sözünüz haqq olur, həmən məkarim sözü. Amma bir baxımdan baxanda bütün insanlarda bu potensial var ya yox. Bütün əsmanın müccəd olmaq, cilvəgahı olmaq, məzhər olmaq, yəni biraz ən azından burası dəqiqdir ki, bəli, siz deyəndə ayə deyir ki, ruhum üfürəndən sonra. Ruhu üfürdüm, sonra əmr olundu da, yəni onu demək istəyir. Elə mən şeyə görə, bəzi proseslər var, özürsən. Cavadi Amilidən də bu sözü. Bəzi fəlsəfi cərəyanlar ki, var, Molla Sədr fəlsəfəsi, hərəkəti cəvhəriyyə filan, o nöqtədən baxanda görürsən ki, biraz gərək çox dərinliklər var da, adam gedib boğulmaq istəmir orada ki, görürsən, insan, o ruh nə vaxt gəlir insana və nəfəxtü nə vaxt baş verir. Biraz dərin söhbətlərdir, mən qorxuram girmək. Elədir. Deməli, bizim vaxtımız var. Burada ondan sonra Allah təbarək və teala ardınca buyurur ki, əv təqulu innəmə əşrəkə əbəuna min qabl və kunna zurriyyətən min ba'dihim. Siz yəni belə də deyə bilməzsiniz ki, bizim ata-babalarımız bundan əvvəl müşrik olmuşdular, bütpərəst olmuşdular. Biz də onların övladları idik. Yəni nə görmüşük, onu da icra elədik. Onlar bütpərəst idilər, biz də bütpərəst idik. Allah buyurur ki, yox, sizə mən fitrət vermişəm. Yəni onların bütpərəstliyindən əvvəl siz bunu görmüşsünüz. Siz bunu görmüşsünüz. Siz məni görmüşsünüz. Mən sizin içinizdəyəm, o Rəbbiniz mənəm. Yəni əslimiz tövhiddir. Əslimiz bütpərəstlik deyil ki. Yəni atadan da əvvəl, anadan da əvvəl Allahdır. Biz Allaha, rübubiyyət, Rəbbimizə bağlıyıq və ondan gəlmiş ki, inna lillah və inna ileyhi raciun. Yəni bizim bütün hərəkatımız, həyat tamam odur da, inna lillah və inna ileyhi raciun. Əgər biz Allahın olmasaq və Allaha doğru qayıtmağımızı qəbul etməsək, bu həyatda yaşamağa haqqımız yoxdur əslində. Hər şey ondan ibarətdir. Yəni, insanın həyatının bütün sahələri, bütün şaxələri, bütün karyeralar, elmlər, təfəkkürlər, fəlsəfi cərəyanlar, nə varsa, buna xidmət etmirsə, bu inna lillah üzərində köklənməyibsə, bu zülümdür. Cəsəddir. Bəli. Əvvəli yox, axırı yox.
O ayətlə cavab verir. Qalıb havada. Qalıb havada. Ortada sən Yəni, elə bil ki, məşğulsan. əstağfurullah bir uşaqdır ki, ata-anası bilinmir. Bəli, bəli. Sonra nə olacaq o da bilinmir. Yiyəsizdir. Bəli, bəli. Yiyəsiz kim qalır ortalıqda? Ona görə huvəl əvvəlu vəl axiru, o da əvvəldir, o əvvəldir ki, haradan gəlibsən, onu niyə araşdırmırsan? Yaxşı, bunun sonrası nə olacaq, onu niyə Yəni, araşdırmırsan? məbdə və məad həll olmasa, insan yiyəsizdir bu dünyada. Xaosa düşür. O, əslində insanın bu dünyadakı dərdi, bəşəriyyətin, insanlığın dərdi bu dünyada odur ki, insan qəribdir. Bəli. İnsan çox narahatdır, qərib. Heç yerdə rahatlıq tapmaq olmur. bilməyəcək. Evdə oturursan, biraz keçəndən sonra bezirsən. Gedirsən işə, orada biraz keçir bezirsən. Gedirsən əyləncə yerlərinə, biraz keçir bezirsən. Hara gedirsən, çox otura bilmirsən, çox qala bilmirsən. Hər yerdə deməli, Yəni, öz yerini tapmamısan hələ. İnsan ona görə bu dünyada qəribdir. Bu əslində bizim böyük bir hissimizdən xəbər verir. Bu insanın köklü hissidir və biz əslində əbədiyyət axtarırıq. Biz daimi rahatlıq axtarırıq ki, bu dünyada onu tapa bilmirik. Yoxdur o. Və biz əslində axirət axtarırıq. Yəni bu hissin təminatı əbədi həyatdır. Və bu əbədi həyat da axirət aləmidir. Və din bu mövzunu həll edib əslində. Bu mövzu, yəni din həll eləməsəydi, insan xaosda yaşayır. İnsan yəni də bezikdirici bir aləmə düşüb, heç yerdə rahatlıq yoxdur və belə bir ümidi də yoxdur ki, haçansa mən rahatlığa qovuşacağam və beləliklə xaosa düşüb burada çırpınır. O, üzr istəyirəm, yadınızda saxlayın həmən sözü. Cəlaləddin Rumidən bir dənə də təmsil var. O deyir ki, fil yatanda yuxusunda Hindistanı görər. Amma uzunqulağı nə qədər yatsa, Hindistanı görmür. Deyir, nə üçün? Çünki Hindistan onun vətənidir. O ki, Hindistandan məsələn ayrılıbsa, oraya qovuşmaq üçün deməli, fikirlər, zikirlər, xəyallar qurar özü üçün. Ona görə yatanda da yuxusunda Hindistanı görür. Amma uzunqulaq Hindistanı tanımır axı, yaddır onun üçün. Nə qədər yatsa deyir Hindistanı. Bunu insana misal gətirir əslində. Deyir, ey insan, sən nə üçün əbədiyyət istəyirsən? Bu dünyada narahatın əbədiyyət. Bu sənə tanışdır da, sənin vətənindir. Sən oraya əslində yetişmək üçün xəyallar qurursan. Ona görə onu istəyirsən. Özdəki bu bir nəfər belə olsaydı deyərdi ki, istisnadır. 2 nəfər olsaydı ki, bütün bəşəriyyət bundan əvvəl nə qədər insan gəlib, bundan sonra nə qədər insan gələcək, hamısı bu hiss üzərində köklənib. Ona görə köklü bir şeydir. İnsan reallığı qəbul etməyəndə bədbəxt olur. Bax, Quran-ı Kərim o qədər psixoloji baxımdan insana yanaşır ki, adam bəzən qorxur Quran oxuyanda ki, elə bir kimsə adamla danışır, ləysə bir əmaniyik. Sizin arzularınızla iş düzəlmir. Mən dünyanı sizin arzularınızla idarə eləmirəm. Ay arzuladığım olmur, olmasın. Mən sənin arzuladığın cənnətə göndərməmişəm. Mən sənin məsuliyyətə göndərmişəm, hərəkətə göndərmişəm, fəaliyyətə, aktivliyə göndərmişəm, problemləri həll eləmək bacarığına malik olmağa göndərmişəm, bəlkə boşa düşməyə göndərmişəm. Mən sənə mükafatını burada verməyəcəm ki, sən dirəşmirsən burada almağa. Reallığı qəbul etmək lazımdır. Reallıqla barışmayan məhv edəcək özünü. Xülya ilə yaşayan, təxəyyüllə yaşayan, inşallah belə olar, inşallah belə olar. Reallıq nədir, onunla yaşamaq lazımdır. Reallığın içində mübarizə aparmaq lazımdır. Nəinki mənim üçün xüsusi ring təşkil edin, mən yalnız orada döyüşə bilirim. Elə şey olmur ki. Hər bir vəziyyətdə döyüşməyi bacarmaq lazımdır. Çox gözəl. Ki, bu şəkildə insanın o daxili güzgülüyü, aynalığı üzə çıxacaq və insan Allahı müşahidə eləyəcək, Rəbbini müşahidə eləyəcək. Rəbbi də müşahidə etmədikcə Samir müəllim, özümüz görürük də, hər şey adamın ağıl kimi gəlir. Argumentlər çox gözəldir. Dini dəlillər çox vacibdir. Yəni, insan gərək istidlal, dəlil, argument, 2x2, 4, məntiq, fəlsəfə, bunlarla gərək mənəviyyat sübut eləsin. Amma bunlar körpü olmasa növbəti mərhələyə can sıxıcıdır. Gərək insan yavaş-yavaş iman nurundan istifadə edib yola baxsın.
yaşasın ki onun dadını dadsın. Yoxsa elə ölüm danışan kimi bizə nağıl kimi görünəcək, bərzəx nağıl kimi görünəcək, mələklər, Allah nağıl kimi və biz xülyaların içində yaşayıb birdən-birə reallıq aləminə düşəndə artıq hədislərdə var ki, insan öləndə uzun müddət özünə gəlmir. Ki, nə oldu? Dünyadakı qanunlar niyə dəyişdi? Bilmir ki, ölüb. Elə bilir ki, dünyadayam. Vəziyyət dəyişib, qanunlar dəyişib, cəhətlər dəyişib. Elə bir səhraya düşmüşəm, qaranlıq səhraya. Ona görə təlqində deyir ki, ennəl mevtə haqqun. Bu reallıqdır, sən ölümüsən. Hətta hədislərdə var ki, 80 ildən sonra bir nəfər bir suala cavab verə bilir. Yəni, bir nəfərə sual verirlər ki, sən Peyğəmbərin kim idi? 80 il sonra deyir ki, o kişi var idi, ona Quran nazil olmuşdu. Əlləzi unzilə iləyhil Quran. Odur, adını yenə deyə bilmir. Niyə? Çünki ömrünü həsr eləyib xülyalara, arzulara, xəyallara, reallıq qalıb kənarda. Kimlərsə də düşüb ortalığa buna deyib ki, sən narahat olma, sən heç nə eləmə, sən namaz qılma, oruç tut, hər şey yaxşı olacaq. Allah kərimdir, bunu özləri qondarırlar. Allah niyə səni yandırsın, Allah səninlə düşmənçiliyi, hamısının adını dəyişirlər. Allah Taala'nın tərbiyə etmə üslubunu qoyurlar Allahın düşmənçiliyi. Bəli. Allah Taala'nın zalimləri cəzalandırmasının adını qoyurlar Allahın zalimliyi. Yəni Allah zalimi cəzalandırır, deyirlər Allah zalimdir. Və bunu bizə zalimlər təlqin eləyir. Və çox böyük xəyanət edirlər bəşəriyyətə. Hər hansı bir cinayətkara cəza verəndə heç kəs cəza verəndə anlamır ki, düz eləyir. Amma Allah bu işi görəndə deyir ki, Allah zülm edir. Əslində bu təfəkkür tərzini cəmiyyətə aşılamaq, yəni işində ol, mürciə qidəsində kef elə, vecvə dalma, hər şey yaxşı olacaq. Yox, Allahın işi gücü qutarıb həccə get, cihad elə, həm namaz. Allahın işi gücü nədir ki? Sənin namazın Allaha lazımdır deyir. Allahın işi gücü nədir? Bunlar çox böyük xəyanət edirlər bəşəriyyətə. O, hər ölüb dünyadan köçən insan belə fikirləri yayanları lənətləyir ki, qoymadın ayılım. Elə məni narkozda saxladın. Elə məni xəyal aləmində saxladın, reallığa buraxmadın. İnnəllaha la yuhibbu kullə muxtəlin fəxur. Allah Taala xəyalpərəsti sevmir. Ümidvarı sevir. Aktiv olub, gələcəyini yaradan, ümid, coşku dolu insanı sevir. Amma yalan-palan arzularla, xəyallarla yaşayan, İnşallah Allah məni sevir, inşallah mən yaxşıyım, inşallah ona görə yaranmayıb ki, biz istədiyimiz cinayəti edək, əyləncəni edək, adını qoyaq ki, Allah bəyənir. İnşallah ona görə yaradılıb ki, ümidsiz olma, hərəkət elə, Allah kömək eləyəcək, bağışlayacaq. Biz onu da deformasiya uğratmışıq, başqa yerdə işlədirik. İnşallah işlədirik məsuliyyətsizliyi üçün, cavabdehli ruhundan kənarda qalmaq üçün. Və bu xəyanətdir. Bizim öz aqibətimizə, taleyimizə xəyanətdir. Elədir. Vaxtımız deyəsən bitib. 37. Hər şey tamamlamaq lazımdır. Hacı, çox təşəkkür edirik. Mən təşəkkür edirəm. Allah razı olsun. Çox gözəl mövzulara toxundunuz, vacib mövzulara toxundunuz və Allah dinimizi əlimizdən almasın. Amin inşallah. Və mən deyərdim ki, həqiqətən də bu sözlər dərman kimi insan ruhuna təsir edir və insanın xaosdan çıxardır, bir məqsəd, bir hədəf təyin edir insan üçün və bir mühərrik rolunu həm də stimul verir adama ki, bundan sonra mən necə yaşayayım, bundan sonra məsuliyyəti dərk eləyir insan. Əslində, adı dərk eləyən həm də məsuliyyət gəlir də, məsuliyyət, ciddi şəkildə məsuliyyətinə yanaşır. Kimsə məndən soruşacaq. Soruşacaq, sorğu-sual olunacaq. Ona görə bunlar çox aktual mövzudur və həyatda ən vacib, lazımlı mövzularıdır. Toxundunuz. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Allah razı olsun. Var olun inşallah.